Gəlin görə İlham Əliyevin sonu nə olacaq? Dəyərli həmvətənlər, dəyərli soydasın. Erdoğan gedəndən sonra İlham Əliyevin, baxın, Erdoğan getdi tutaq ki. Erdoğan gedəndən sonra mən düşünürəm ki, CHP diktatora qarşı xalqın gözündə gerçəkdən ya danışılmış oyunla bu qədər savaşan, bu qədər yaralılar, bu demokratiyanın bu qədər beşiyində duran kimi bu qədər mübarizə aparan, bu boyda görünən tərəf odur ki, bu boyda xalq əsas görünən tərəfdən danışır. Avropa görünən tərəfdən danışır. O görünməyəni qoyun qırağa. Əsas birinci versiyadır, ikincini qoyun qırağa. Yəni bu qədər istirablardan keçərək demokratiya tərəf, Avropaya tərəf yaxınlaşmaq istəyən, Rusiyadan, Erdoğan getdi, Rusiyadan aralanmaq istəyən Türkiyə necə İlham Əliyevdən yaxın ola bilər? Necə 55 illik bir rejimə qucaq aça bilər? Necə Putinin qucağında oturan və yaxud Putinə də pusada etibarı qalmayıb onu deyim ha İlham Əliyevin. Dərin söhbətlər var. Eləyərəm yavaş-yavaş, narahat olun. Və bəli, bu dəqiqələrdə İlham Əliyev şok vəziyyətindədir. Bu saat bilirsiniz ki, Azərbaycan Rusiyanın himayəsi altındadır. Bu saat İlham Əliyev Rusiya ilə xahiş eləyir, yalvar yapış eləyir. Türkiyədəki hadisələrin fonunda İlham Əliyev siyasi məhbusları azad eləmək istəyir. Ən azından jurnalistləri bir balaca açılım kimi nəsə göstərmək istəyir. Çünki Erdoğan gedir, orada demokratik qüvvələr gəlir hakimiyyətə. Diktatorlarla məsafə saxlayan qüvvələr gəlir hakimiyyətə. Və deyilən vətənlərim, Avropaya birliyinə sürətlə üzv olmaq, Avropanın qoşununda yer almaq istəyir yeni qüvvələr. Necə ola bilər ki, İlham Əliyevdən yaxın olsun? Bunu İlham Əliyev bilir. Çox gözəl bilir bunu. Və İlham Əliyevin qanı çox qaradır. Çox vəziyyət pisdir İlham Əliyev üçün. Qalıb ortalıqda oturmağa qucaq axtarır. Oturmağa qucaq axtarır İlham Əliyev. Qalıb ortalıqda. Erdoğan zaten Putinə dost, qardaş deyə Rusiyanın minə-minə gedirlər, Belgorodun yarısını alıblar. Gündə bir şəhəri, bir iki şəhəri alırlar. Bu anlamda Ermənistana müttəfiq elədi Ermənistanı və deyir, müttəfiq mənim deyilmi? Səsini çıxartmadı. İndi ordumu yerdirəm. Avropadakı ordunun bir hissəsini Erməniyə yerdirəm Ermənistana. Yəni, belə bir vaxtı Trump var ha. Oy. Trump'ın ən böyük düşməni kimdir? Ümumiyyətlə, Amerikanın ən böyük düşməni kimdir? Çin, Kitay. O boyda Meksika körfəzini, o Panama, oraları niyə bağlayır Amerika körfəzi eləyir? Ha, niyə? Niyə Grenlandiya tərəfi ələ keçirmək istəyir? Bu pusada ordu yerdir o tərəfə. Niyə? Çünki Çinin qapılarını bağlayır. Çinin yolunu bağlayır. Çinin ən böyük yolu haradır bilirsinizmi? Olasıdır. Niyə bu dəqiqə Yəmənlə savaşır Amerika? Niyə orada qırğın gedir? Ya mənlə razılaşmalısan ya da dağıdacam. Yəməndə də iki qüvvə var. Husilər, İran istəyənlər. Bir də var Amerika istəyənlər. Qərbə doğru açılmaq istəyənlər də var. Bəli. Niyə görə orada qırğın gedir? Çinin o yolunu bağlamaq məqsədi daşıyır. Ya danışacam ancaq Çinin gəmlərini qoymayacaqsan, ya da məhv eləyəcəyəm. Orada da o boğazdan Çinin ağzını bağlamaq istəyir. Amerika İnan Allaha darmadağın olsa da heç vaxtı Zəngəzurdan yol verməzlər. Rusiyanı qoyun qırağa. Ora birbaşa sürət qatarından Çinin məhsulunu daşıyacaq. Və bu Amerikanın tamamilə məhv olmağına gətirib çıxardacaq. Zaten Amerika şirkətlərinin yarısı Çindədir. Orayı üçün işləyir. Çünki orada vergi azdır, vergi yox dərəcəsindədir.
koronavirus zamanı bahane eləyib Çinin bir sıra şirkətlərini, Amerikada olan, Çində olan Amerika şirkətlərini biraz geri çəkə bildilər. Dələmədələr. Heç vaxt Amerika buna imkan verməz. Bax, Putinə qardaşım deyə Ermənistanı müttəfiq elədi mi? Artıq öz ordusunu orada, texnikalarını yeridir mi yavaş-yavaş? Əziz həmvətənlərim, pərdə arxasında oyun gözəl gedir. Ukraynaya lazım olan silahlar getdir mi? Açıldı mı? Kəşfiyyat məlumatları açıldı mı? Ukrayna ordusu irəliləyir mi? Düzdür, 9 saatda oturublar Ər-Riyadda, Səudiyyə Ərəbistanında. Bazarlıq eləyirlər. Hələ heç bir qərara gələ bilməyiblər. Heç bir qərara. Bunların da qərarı bilirsiniz nədir? Bilirsiniz nədir? Bunların da qərarı. Yadınızdadır mı o? Bizim Xarici İşlər Naziri gedib Lavrovdan danışmağa, sülh bağlamaq istəyirdi. Biz də deyirdik, Ceyhun, anana basın Ceyhun, sülhə qol çəkmə. Deyirdik, bax, bunların da danışığı ona bənzir. Dünyanın şokda, razılaşa bilmirlər. Bir aktyorlardır, bir senaridir, bir yerdə yazılıbdır. Mənfi qəhrəmanlar var, müsbət qəhrəmanlar var. Yeni dünya düzəni insan sayının azaldılması. Burada nə var ki? Bu bir şey çıxardım hələ. Gəlmə. Cənab pişikdir. Burada nə var ki? Burada nə var ki bunu başa düşmək üçün Frunze Akademiyasını ya da Harvardı qutarmaq lazım deyil ki. Bizdə elə ibtidai məktəbi qutarmaq yetərlidir bunu başa düşmək üçün. Bütün hallarda dəyərli həmvətənlərim, Əliyev üçün yolun sonu görünübdür. Mən burada bəzi məlumatlar var, onları da deyərəm, amma demirəm. Onları saxlayıram özüm üçün. Artıq yadınızdadır da, sözümün qüvvəti olaraq deyir, amma yadınızdadır da İlham Əliyev. İlham Əliyev COP29-dan qabaq CHP-dən üzr istəməsi. Yadınızdadır da, birbaşa bunu İlham Əliyevin kanalları yaymasa, Türkiye yayımladı, paylaşdı Türkiye, Özgür Özen paylaşdı və mən onu dedim, mən dedim, CHP-dən üzr istədi. Bax, İlham Əliyev o vaxtdan bilirdi ki, CHP gələcək hakimiyyətə. Sonra Erdoğan dəvət eləməklə beraber COP29'da ana muhalefet partiyasının CHP'ni də dəvət elədi. CHP oyununu oynayır. Deyəcəyiz ki, Əkrəm İmamoğlu Heydər Əliyev də ziyarət elədi. Dəyərli həmvətənlər, mən bilsəm ki, Əliyevi yıxacağam, hakimiyyətin başına gələcəyəm, sonra Əliyevlərin başına hər cürə tur pəkəcəm, mən Heydərlə yox, şeytanla da yola çıxaram. Müvəqqəti olaraq şeytanla da addımlayaram. Bunları yıxmaq üçün. Əlbəttə ki, CHP hakimiyyətə gəlməlidir. Bütün hallarda İpək yolu Türkiyədən keçir. Bütün hallarda yaş sual ortaya çıxır. Burada bir sual var. Qabil, nə danışırsan, nə? Kimsə ağzına eyə bilər, bir sualınıza birinə cavab verir. Qabil, nə danışırsan, nə? Dedin ki, Erdoğan gedəndən sonra İlham Əliyev ən tez halda, yaxşı halda 3 ay qala bilər. 6 aya qədər uzana bilər, ən tez halda 3 ay. Bizdə onların oturuşmağı var. İlham Əliyev gedəcək. Bəli, yeni komanda gəlir. Erdoğanla bu kirli ilişkilər içində olan Əliyev gün kimi aydın yeni qaydalar gətirən və yaxud qaydaları sayıram, birləşmələri sayıram. O heç vaxt Əliyevdən yol gedənməz. Kimsə yeni güclər gələcək.